Nəzəri biliklər yoxsa real iş təcrübəsi hansı daha faydalıdır? Əslində bu sektora görə dəyişir. Azərbaycan reallığında hələ də bizim təhsildə müəyyən boşluqlar var. Bizim universitet müəllimlərimiz, mən bir neçə universitet bitirmişəm. Bura İqtisad Universitetinə aid eləyə bilərəm, bura aid eləyə bilərəm. İndiki Dövlət Neft Sənaye Universitetini, Bakı Ali Neft Məktəbində müəyyən bir kurs keçmişəm və müəllimlərin bir çoxu, böyük əksəriyyəti artıq yaşı 60-70-dən yuxarı olan insanlardır. Düzdür, mən demirəm ki, onlarla biz sağollaşaq, onlarla əlaqəni kəsək, onların müəyyən formada təcrübəsinə yararlanmaq olar. Amma bu müəllimlər gəlib 80 dəqiqə hansısa bir dənə saralmış kağızdan, dəftərdən mühazirə oxuyub tələbənin 80 dəqiqə ömründən vaxtını almamalıdır. Çünki bu onların verdiyi bu 80 dəqiqəlik nəzəri bilik gələcəkdə o gəncə heç bir halda heç bir şeyə kömək eləməyəcək. Burada praktika daha önəmlidir. Bu bir mənalıdır. Amma bəzən elə olur ki, kimsə deyir ki, bəs sən 4 il universitet oxumusan, amma mən getmişəm misal üçün hansısa bir adamın yanında praktiki onun əlinə baxaraq nə isə öyrənmişəm, mən səndən daha üstünəm. Bu niyə müqayisə oluna bilməz? Peşə ixtisas seçimi çox önəmlidir. Bugünkü gün hər hansısa bir bərbərin yanında onun şagirdi onun əlinə baxaraq bərbərlik sənətini öyrənib, gələcəkdə peşəkar bir bərbər ola bilər. Bundan ötürü hər hansısa bir nəzəri biliyə ehtiyac yoxdur. O praktiki olaraq bunu öyrənə bilər. Amma bir mühasib mühasibatlığın əsaslarını bilmədən, iqtisadi nəzəriyyə dərsində iştirak eləmədən, arxada qayıb düşməsin deyə yataraq, gələcəkdə gedib hər hansısa bir mühasibin yanında şagird kimi oturub onun əlinə baxaraq heç vaxt peşəkar mühasib ola bilməyəcək. Çünki o mühasibatlığın əsaslarını bilmir. O bilmir ki, mühasibatlıq nə üçündür, maliyyə nədir, debitor nədir, kreditor nədir. Bunu bilməyən adam, nəzəri olaraq bilməyən adam heç vaxt praktik olaraq uğurlu bir nəticə verə bilməz.